Aha. Ağacın özəyindən hazırlanır. Söhbət hansı mişar materialından gedir? Bayaq dedik də eni və qalınlığı 100 millimetrdən çox olan Hansı? tircik. Xeyr, çox olandısa bu tir. Uy, tir, hə, unuttum ya, bayaq izah tir. Sonra, ikinci, oyun hansı qalınlıqda istehsal edilir? 10, 26. Buradakı imkan verməz. Boz rəngdə ekranı düzəldin, zəhmət olmasa görünəcək. Ekranınızdadır yəqin. Bir dənə görüm kimdir gələn. Boz rəngdə və hamar səthi var. Boz rəngdə və hamar səthi var. Oyib. Xeyr, bu oduncaq lifli lövhələrdir. Oduncaq lifli. Ebəndir. Aha. Sual işarəlməsinin yerinə yazıla biləcək variantı müəyyən edin. Bircə dəqiqə. Təpə. Bircə dəqiqə. 5 dənəsini Mişar materialı. Aha. Tircik, təpə, lövhə, tir, çərək. Üçüncüyə olur bircə dəqiqə. Təbəqələr. Burada deməli, mişar materiallarının elementləri göstərilir. Təbəqə, til və növbəti isə olacaq en kəsik. En kəsik. Yəni təpə. Yox, oxuya bilmədim ona görə. O cavab yox deməlmə deyəsən, hə? Var, B variantı. Var, B variantı. Təpə. Ay, sağ ol, indi yaxın qoydunuz laxaya. Tullantısı olmayan materialdır. Faner. Xeyr, oduncaq. Vay Allah, nə oldu? Xüsusi dəzgahlarda kəsilmə yolu ilə... Oxuyur başqası, bir dəqiqə müəllimə. Mən oxuymuş, mən oxumamışam. O demiş ki, mən də varam. Oxuyacaqsın mənlər sırayla. Mənlər xahiş edirəm, indi mənəm olmasın da, indi bir dəqiqə sırayla oxuyaq ki, heç kim qarışmasın. Bizim üçün oxusun Fatimə Bağırzadə. Fatimə oxu qızım. Bəli, müəllimə. Keçən 6-dan. Xüsusi dəzgahlarda kəsilmə yolu ilə alınmış nazik oduncaq qatlarıdır. Bu şifondur. Aha, bəli. Daha sonra ondan evlərin tikintisində, mebel sənayesində və maşın qayırmada bu OYP. Ev faner. Ay, sağ ol, bəli, maşın qayırmada. Faner möhkəmdir, demək olar ki, əyilmir. Bu kəsici alətlərlə yaxşı emal olunur. Bu OYP-dir. Ay, sağ ol. Şəkildə nəyin təsviri verilir? Bu müəllimə 4 haşiyəlidir. Yox. Diqqətlə bax. Tilləri olan oval taxta. Gətirirəm müəllimlər. Bu şəkil. Gətirirəm. Şalbanın 4də biri. Xeyr, bu tilləri oval taxtadır. Hə, tilləri oval taxta, bəli mənim. Onu da oxu. Şalbanın uzunluğuna yarıya mişarladıqda lövhə. Ay, sağ ol, bəli, lövhə əldə edilir. İndi oxusun bizim üçün kim? Gülçin. Gülçin oxu. Bəli, 11. Ağacların gövdələrini eninə mişarlamaq ilə alınır. Eninə mişarlamaqla alınır şalban C-bəndi. Aha. Bu cədvəlin şəkli bu tərəfə düşüb. Cədvəl elə bir 16-dır. Baxın görüm. Cədvəl birisi hardadır? Bu biri tərəfdədir. D-nin altında. Gözlə, çəkim aşağı. 12. Bir dəqiqə göstərim hansıdır bu cədvəl. Sizdə qəşəng düşüb, telefonda yaxşı düşməyib. Siz baxın, bu biri qrupda bura baxsın. D-nin altındakı. Oxu. Demək, bir də deyək ki, tirciyin qalınlığı 100 mm-dən az, eni qalınlığı, bu doğrudur. Kənar mişar materialın enli səthini. Kənar mişar materialın enli səthidir. Bu səhvdir. Şalban yanı şalbanın mişarlanmış yan hissəsidir. Bəli, doğrudur. Taxta qalınlığı 100 metrə qədər, eni qalınlığından 2 qat artıq olan, bu da düzdür müəllim. Hə, 100 metrdir, düzdürmü taxtanın uzunluğu? Bəli, 1, 3, 4 düzdür. Yoxsa? Hanı yazacaq? 1 ilə
Hə, burada bir doğrudur, biri götürürük. Bir də yanlış isə 4-dür. Ay sağ ol. Niyə 4-dür? Niyə görə dedin 4? Niyə fikrini dəyişdin? Çünki mən burada səhv dedim mən. Burada qalınlığı olmur, eni qalınlığından. Qulaq asın, qulaq asa. Bizə dəqiqə. Aha, izah elə görüm indi, səhv izah elə. Həm taxtanın fərqi belədir ki, eni qalınlığından 2 dəfə artıq olan meşə materialı. Burada Deyir da. iki qat yaranır. Fərqi nədir? 2 qat 2 dəfə eyni şeydir də. Sən də ona görə 4-ü götürdün. 4 düzdür. Niyə 3-ü götürmürsən? 4 düzdür deyirəm. 3-ü niyə götürməsən? Şalbanın yanı, şalbanın mişarlanmış yan hissəsidir. Şalban yanı. Bu da düzdür müəllimə. Şalban yanı, şalbanın mişarlanmış yan hissəsidir. Taxtaya düzgün cavab gətir. Variant olsun deyə yox. Taxtaya düzgün situasiya gətir. Oxu düzünü de. Sən dediyin cavab səhvdir. Yəni səhv cavab verirsən. Taxtanı düzgün oxu, cavab ver. Taxtanın tərfi qalınlığı 100 millimetrə qədərdir da. Eni qalınlığından 2 qat olan meşə materialı. Bu düzdür da. Orada nə yazılıb Gülçin? Mənə əsəbləşdirmə. Millimetr, metr yazılır. Millimetr olmalı. Millimetr olmalıdır. Millimetr, bəli. Ona görə səhvdir. Bəli. Amma sən düzgün tapmırsan. Gedib Bəli, imtahanda da bir tələs- dənə hərfi sizə səhvli olacaq. Düzdür. Axşamın xeyir günah müəllimə bağışlayın mən də. xeyir. Burada meşə materialı yazılır. Meşə materialı deyil axı taxta mişar Bəli, həm də materialıdır. mişar materialdır. Bəli, 100 millimetr olsa belə meşə materialı olsa yenə səhvdir. Bəli. Eni qalından 2 qat olan mişar material. Amma burada meşə yazır. Bəli. Aha, başa düşdünüz yəqin ki. Bəli, müəllimə düşdü. Gözünü çıxardırsam sənin diqqətli oxu tezdə. Şəkilə aid olan hissələri tapın. Deməli, burada var bircə dəqiqə. Elə indi Bu dərsə müzakirə çox edəcəm. hissədir. Aha, bircə dəqiqə mən tapacağam. Tələsmə. Bircə dəqiqə. Burada var ön sıxıcı. Hə, bu üst hissədir da. Bura aiddir. Bircə dəqiqə müəllimə. Ön sıxıcı D bəndi. Arxa sıxıcı, fırlatıcı, tas, nov, dayaq. Düzdür, düzdür. Düz deyil. Düz deyil müəllimə. A variantıdır. A variantı. A variantı. Müəllimlər bircə dəqiqə xahiş edirəm. Bircə dəqiqə xahiş edirəm. İmkan verək səhvini özü tapsın. Aha, bax mən sənin dediyindən razıyam. Ön sıxıcısı var, arxa sıxıcısı var, pazı var, novu var, dayağı var. Fırladıcı bizə şəkildə Fırladıcı bəli. Birinci hissədə olan o ümumi görünüşün təsviridir. Sağ ol. Bəli, Yuvan, faz, nov, dayaq, ön sıxıcı, arxa sıxıcı. Burada A bəndi olacaq. Aha, 14 oxu. 14. Verstag deməli Alman dilində emalatxana deməkdir, B bəndi. Aha. Odunçuluqla işləmək üçün istifadə olunan tərtibatlarımız atlıq taxta idi 1, dayaq idi 3, bir də mişarlama qutusu 6. A bəndi. Ay, sağ ol. Görə indi bizim üçün kim oxusun? Bir dəqiqə Gülçindən sonra kim gəlir? Fidan. Fidan oxu qızım. Fidan, eşidirsən? Bəli, müəllimə, zəhmət olmasa bir dənə nömrəsini deyirsiniz. İtirdim buradan. 16. Bəli. İş yeri işin icrası üçün uyğunlaşdırılmış və müvafiq alətlərə təsis edilmiş məkandır. Bu düzdür. Verstag emal edilən əşyalar üçün tərtibatları olan çox vaxt mexaniləşdirilmiş alətlərlə təsis edilmiş alətdir. Deyil, bu alət deyil. Düz deyil burada. Mişarlama qutusu oduncanın müxtəlif bucaqlar altında kəsmək üçün tərtibatdır. Bu da düzdür. Uyğunluq gözlənilməmişdir. 2-3. Aha, bircə dəqiqə baxaq. Yəni uşaqlara da çevirim. 2-də nə dedi? Dedi ki, edilmiş alətdir. Bəli, alət deyil. İş yeri işin icrasına uyğunlaşmış alətlərin təsis məkandır. Doğru. Hə, düzə də yanlış yazıldığına görə 3 də yanlışdır. Bəli, düzdür. Düzgün cavabımız 2 və 3 olur. Oxu.
Şəklə əsasən doğru variantı tapın. Ülgünü çəkmək üçün istifadə olunan tərtibatdır, xeyr. Oduncağı mişarlamaq üçün istifadə olunan tərtibatdır, xeyr. Oduncağı müxtəlif bucaqlar altında kəsmək üçün istifadə olunan tərtibatdır, bu düzdür. Oduncağı 30, 40, 45, 60, 90 bucaq altında mişarlamaq üçün tərtibatdır, bu da düzdür. C və D. Yəni ev. Düzdür. Şəkildə nəyin təsviri verilmişdir? Bu Kernerdir. Ay, sağ ol. Verstakda yalnız iş üçün lazımi alətlər olmalıdır. Onlar Verstakın novunda yerləşməlidir. Ay, sağ ol. Şəklə aid doğru variantı tapın. Burada mən özüm deyim, bir dəstək, iki üzük, 3 daban, 4 tircik, 5 kərtik, 6 uc hissə. Ay, sağ ol. İndi bizim üçün görək kim oxusun. Fidandan sonra görək kim gəlir. Gözəl. Gözəl oxu. Xeyr, D və D. Sakit ol. Salam müəllimə. 21-də deməli, bircə dəqiqə. Şüşəni metalı. Bircə dəqiqə gözəl. Müəllim orada niyə C olur ki? Axı o mişarlama qutusunun şəkildir. O müxtəlif bucaqlar altında emalıdır. Bəs oduncaqda 30, 40, 45, 60, 90 dərəcə Hə, bucaq o altında mişarlama yemək qutusuna aiddir. Hə də, mişarlama qutusuna söhbət gedir. C dayağı göstərir. C dayağın tərifidir. Yox, niyə ki? Müxtəlif bucaqlar altında kəsmək deyirsə, mişarlama qutusudur. Deyirəm, müəllimə, siz deyirsiniz C və D. C axı dayağa aiddir. Dayağa aid deyil axı C. C demir B. B demirik ki, biz düzgün cavab E variantı C və D. Hə, siz B deyirsiniz. Hə, üzr istəyirəm, müəllimə, B deyirsiniz. Yox, C elə bir B və D variantı yoxdur axı. Heç olmaz. Aha, orada Düzdür, qalmışdı. Müəllimə, orada tircik sonra kərtik gəlməli deyil. Yox, kərtik tircik uç hissə. Nə deyirsən? Çünki müəllimə birinci 4 gəlir, sonra 5 gəlir. Birinci tircikdir, sonra kərtikdir. Mən onu Test diqqətlə cavabını baxacağam. deyirsən. Bəli. On testdə mən baxdım, ün test işləyəndə baxdım. Orada birinci 4-də tircikdir, sonra 5 gəlir, amma cərgələməni səhv veriblər. Orada birinci tircik, sonra kərtik gəlir. Amma testdə də baxıram, görürəm orada da səhv veriblər. Aha, dəstək, üzük, daban, tircik, kərtik, uç hissə, hə? Belə deyirsən. Hə, müəllimə. Çünki testdə elə verilir. Amma burada birinci ardıcılığı görsən istiqamətinə görə düzüklər, amma formasına, rəqəmlərinə görə səhv düzüklər. Hə, yəqin A-da mexaniki səhv gedib də. Fikir verirsən, ya elə ən uyğun variant bəli, B-dir burada. Hə, B uyğundur, amma cərgələmə elə bir öz istiqamətinə uyğun düzüklər. Elədir, hamısında olur səhv cavablar, sən demiş. Oxu, gözəl. Yox, müəllim. Hə. Salam müəllimə. Deməli, şüşəni, metalı, taxtanı, daşı cilalamaq, parıldatmaq, hamarlamaq, sürtüb təmizləmək üçün üzərinə lay şəklində mineral ovuntusu yapışdırılmış kağız və ya parçadır. Sumbata kağızı. Nə uzun uydur oraları. Cilalayıcı sumbata oduncaqdan daha qalın təbəqə çıxarır. Burada iri dənəcikli olacaq. Ağartma emalında və ya Pardaqlamada tətbiq olunur. Pardaqlamada iri dənəciklidir. O birisi iri xırda. C variantıdır 22-də. C, ay sol, indi düzəltdin. Məmən. Salam məmən. Şəkildə yaylı mişarlar verilir. Beydir. Ay, sağ ol. Termiki emalın bir növü olub, poladı böhran temperaturunda yuxarı qızdırıb, təmir temperaturunda saxlamaq və sürətli soyutmaqdan ibarətdir. Burada məqsəd nədir? Bu şeydir də, o mufel sobalarında olur. Bərkliyini və möhkəmliyini artırmaqdır, yedir. Ay, sağ ol, 25-i də oxu. Oduncağın emalında ən vacib və məsuliyyətli əməliyyat ölçmə və nişanlama. Ay, sağ ol, bəli, bu uşaqlara da atsam, onu yükləyim, baxsınlar. Ən vacib. Ən vacibi deyir, bax, ən vacib. Ən vacib nişanlamadır. Mişarlama. Ən Ən vacib. vacib. Ölçmə. Mişarlama, mı? Ay, mişarlama. Ay, məmə, bu mən özünüz də gördünüz də hoqqa verdim, ki, on vermədi, bilmədim nə oxudum.
Heç nə olmaz. Yəni ölçmə və nişanlama vacibdir. Ən vacib desə, Vacib mişarlamadır. nişanlamadır. Aha, gözəldən sonra kim gəlir? Gülnar Əmirova. Bəli, mən. Bircə dəqiqə qızım. Oxu 26-dan. Deyirəm, iri kərtikləri olan tablandırıcı metal tiricikdir. Mənim bu törpüdür. Müxtəlif hündürlükdə kərtikləri olan tablandırıcı metal tiricikdir. Bu yeyədir. Xırda kərtikdən tablandırıcı metal tiricikdir. Bu mənim suvantdır. Aha. Xarət mişarın əsas hissəsi nədir? Kənarda kəsid dişləri çərtilmiş zolaq. Ay, sağ ol. Əməliyyatı aparmaq üçün işi yüngülləşdirmə, ləvazimət və ya qurğudur tərtibat. 29. Mişarlama qutusunda mişarlama zamanı pəstada sol əlin baş barmağı ilə tirinin yan tərəfindən sıxırlar ki, pəstadakı nişanlama xətti mişarlama yerinin, mən o qarşısına düşməliydi, səhv eləmirəmsə. Nişan xətti mişarlama yerinin, yox, nişan xətti mişarlama yerisi yox, mişarlama yerinin qarşısına düşsün. Sonra sual işarəsinin yerinə törpü, suvant, bunlar hər ikisi mənim təmizləmə, yox, təmizləməsi üçün istifadə olunurdu. Deyəm, bəndə. Aha, indi bizim üçün oxusun kim? Nüşabə müəllimə oxuyun görək. Sonra Nuriyə müəllimə siz oxuyasınız. Nüşabə müəllimə oxuyursunuz? Nüşabə müəllimə. Nuriyə müəllimə oxuyun. Müəllimə aça bilmirdim, üzr istəyirəm ona görə. Keçəndə 30-u oxumalıyam müəllimə. 31. 31 dağıldı. Sərdən üstündən dıqdıqdırıram, biz gec açılmana görə üzrdə sayın. Narahat olma. 31. 31 görsənmir 28, 32 və 31 hanım müəllimə 31. Verilmiş şəkildə rəqəmli xarat nişanın hansı istər? Bir rəqəm. Hətta bir istəmir, mən bir rəqəmi burada dəstəkdir. Xeyr, bir rəqəmi dəstəkləyir. Mən üzr istəyirəm, hər mənim bir rəqəmi fikrim, dəstək deyək, üzr istəyirəm. Burada bir bu baxım yaxından. Dəstək, dişlər, zolaqdır. Aha, bəli. Sonra adam həyəcan gəlir mənə, bilirəm ki, özüm imtihanı hiss edirəm. Hətta bilirəm ki, həyəcanlanmıyam. 32. Əşyanın səthini sürtüb onu parlaq görünüş vermək deməkdir bu. Deməli, tablandırma, cilalama, təmizləmə, parlatma, pardaxlama. 32. Texnologiya dərslərində məktəb imarəxanasında hansı mişarlamadan istifadə edirlər? Diski elektrikli mişarından, yaylı mişarından, bıçqalardan, xarat mişarından, bucaqdan. A variantı deyil, diski elektrikli mişarından məktəb imarəxanalarında. Xeyr, xarat mişarlarından. Xarat mişarından, hə, 33'deyim, 34. İş yerində yonqar nə ilə təmizləyilə, burada şortka yox, taxta pazla təmizləyirlər. İş yerindəki yonqarı nə ilə təmizləyirlər? Polat fırça, nə məskil, taxta pazla təmizləyə bilmirlər. Fırça ilə təmizləyirlər. Fırça. Sual demişdik. 33. Texnologiya dərsində məktəb imarəxanasında hansı yumuşaq bunu oxudum? 35-i oxuyursunuz. 35-i, hə, 35-i. Şəkildə nəyə təsvir edilmişdir? Yəni, ön profili, tirci sumbata kağızı, tərtibat, törpü ilə təmizləmə. Törpü ilə təmizləmə. Aha, indi oxuyun Nuriyə müəllimə. Yəni, 5-5 oxuyuruq, eləmi? Bəli. Nuriyə müəllimə oxuyun. Yəni, o bayaqdır sualı bir dənə mən qaydım, o hansına təmizlə, həmişə mən o təmizləməni nəsə qarışdırdım. O sualı bir də aydınlıq gətirim, zəhmət olmasa. Bircə dəqiqə. Nuriyə müəllimə, bir də müəllimə, bir də üzrü bayaqdır müəllimə, o sualı bir də zəhmət olmasa təmizləmə. Deyir, iş yerindəki yonqar nə ilə təmizlənir? Fırça ilə. 10-cu mövzunun təhlükəsizlik qaydasındadır. Amma dülgər alətlər, yonqar qırıntıları desəydi, taxta pazı idi. Hə, bax, onu görə. Çox sağ olun. Aha, oxuyun Nuriyə müəllimə. Müəllimə, birinci eninədir, ikinci eninə uzununa, o birisi də uzununa. Ay, sağ ol. Sonra 39-dur müəllimə. 37. Müəllimə, üzr istəyirəm, onlar bir sual vereyim. Bir dəqiqədən müəllimlər oxusun, sonra da kəsməyək sözü. Yaxşı.
37 deyim müəllimə. Ay, sağ ol. Sonra cədvələ əsasən doğru variantları seçirik. Biraz yaxınlaşdıra bilmirəm, ona görə gec oxuyuram. Yaxınlaşdırdım. Aha. İki itircikdən və təməldən ibarət olan qurğudur. Bu mişarlama qutusudur da müəllimə. Ay, sağ ol, bəli. Elə birini oxuyan kimi bilirik ki, söhbət mişarlama qutusundan gedir. Cədvələ əsasən uyğunsuzluğu tapın. 39 qaldı. 39 qaldı. 39. Yeyənin belə bir profil kəsiklərin növü yoxdur. Dairə, kvadrat, üçbucaq var, romb yoxdur. Ay, sağ ol, bəli. Sonra cədvəldə əsasən uyğunsuzluğu tapın. İşin rahatlığı üçün mişarlama qutusunu verstakın sıxacında bərkitmək olar, doğrudur. Xarrat mişarının əsas hissəsi kənarında kəsici dişləri çəkilmiş kərtikdir. Zolaqdır da, yəni. Aha, yox, kərtik, ay, sağ ol, bəli, bu səhvdir. Səhvdir, hə. Özdə uyğunsuzluq deyir, ha. Uyğunsuzluğu tapırıq. Düzün altdan səhvi, səhvin altdan düzü. Hə, doğrunun altından səhvdir də, bu səhvdir. Aha. Sonra suvat xırda kərtikləri olan tablandırılmış metal tircikdir. Bu da düzdür. Amma yanlışın altında olduğu üçün bu da səhvdir. Düzdür. Biz yanlışın altdan doğrunu axtarırıq. Çünki uyğunsuzluq deyir. Hə, doğru. Aha, törpünün əyri xətli səthlərini emalı və məmulatın təmizləməsində istifadə olunur. Mən burada da 3 düzdür. 2-3. Ay, sağ ol, bəli, düzdür. 2-3. Oxusun bizim üçün kim? Vüsalə, buradasan? Bəli, müəllimə buradayım. Oxu qadası. Görsənmirəm müəllimə. Neçədən? Birdən başlayırıq. Yeni mövzumuza başlayırıq. Hərci birdən, hə. Məmulatın düz və hamar səthə malik olması üçün onu eləyirik? Yonul. Ay, sağ ol. Aha, şəkildə hansı yonucu alətdir? Bu fuqandır, uzundur. Sağ ol, bəli. Şirxi belin hissələrini seçin. Şirxi belin hissələri yəqin ki, şirxi bel. Bütün yonucu alətlər deyir hissələrdən ibarətdir, düzdür? Bəli, bıçaq, qəlb, 1, 4, 6, 7. Ay, sağ ol. Sonra uyğunluq gözlənilmişdir. Yoncu alətlərin ən geniş yayılanı şerxi belirəndə və fuqandır. Bu doğrudur. Şerxi belin kəsici tiyəsi hamar və düzdür. Xeyr, rəmdə ilə fuqandadır. Fuqanla yonanda uzun təsdiqatlarda hamar yastı səth alınır. Bu doğrudur. Rəndənin itiliyini əl ilə yoxlamaq olar, bu səhvdir. Deməli, 1 düz idi, 4'dür. Buradan da yanlışı götürürük də 1, 4. Ay, sağ ol. Bəli, 5'i də oxu. Şəkildə nə təsvir olunmuşdu? Yon qatlanan olan bıçaq. Ay, sağ ol. Bəli. Görüm sözü kimə verim. Gülanə Ağayeva. Bəli, axşamınız xeyir. Axşamınız xeyir. Səthlərin ilkin kobud yonulması ilə və əsas təmizlənməsi işi. İlkin yonulması müəllimə burada şerxebeldir. Sonra isə şerxebel, bir də sonda rəndə, C-bəndə olur. Ay, sağ ol. Uyğunluğu müəyyən edin. Şerxebel, fuqan, rəndə. Şerxebel, şerxebel kobud yonmaq üçündür. Sonra fuqan uzun rəndədir. Sonra rəndə də hamar səth əldə etmək üçündür da müəllimə. Burada elə bil ki, dərin yonmaq üçün ağzı düz şəkildə olan rəndədir. Bu fuqandır. Onunla hamar işlər yerinə yetirilir. Bu rəndədir. Uzun təsdiqlərin hamar yastı səthi olmaq üçün bu da fuqandır. Alman mənşəli sözdür, kobud yonma deməkdir. Bu da şerxebeldir. Dərindən yonmaq üçün ağzı yarım dairəvi olan rəndədir. Bu da şerxebeldir. Səthin ilkin kobud yonması üçün bu da şerxebeldir. Ay, sağ ol, bəli, düzdür. Sonra 8'i oxuyun. 8 bu tərəfdədir. 8 tərəfdədir. 8. Təsdağı verstəkin dayaq və paz arasında elə bərkidilir ki, emal olunan səth
yuxarıda qalsın. Ay, sağ ol, bəli, yuxarıda qalsın. Sonra 9. Şəkildə nə təsvir olunmuşdur? Şəkildə rəndədir də müəllimə. Rəndənin quruluşu. Yox. Rəndə deyil mi? Bax, rəndədir, amma rəndənin quruluşu deyil orada. Quruluşu da müəllimə. Rəndənin quruluşu. Rəndənin quruluşu deyil. Biz görürsən oduncaq üzərində iş görürük. Neyinirik deməli? Rəndə ilə yonma, hə. Rəndə ilə yonma. Bəli, rəndə ilə yonma. Bəli. Rəndəni necə tutmalıyıq? Deməli, rəndəni sağ əllə arxadan, sol əllə isə qarşı tərəfdən tutmalıyıq. Sağ əllə arxa, sol əllə isə ön tərəfdən, düzdür. Keçdik indi kimə? Günelə. Günel, səsin batıb deyəsən demişdin, oxuya bilməyəcəm, hə? Müəllimə mən? Hə, sən oxu, o biri Günelimizin səsi batıb. Müəllimə mən deyirsiz, bilmirəm neçirəm. Maşallah, nə qədər Günelimiz var. Günel Pənah qızı oxusun. Yaxşı müəllimə. Hər emal olunan səthin üzərində kirişkələr əmələ gələrsə, onda detalı əks istiqamətdə yonurduq. Dülgər alətlərini yonqar qırıntılarından, bu da taxta pazın köməyi ilə təmizlənirdi. Ay, sağ ol, bəli. Məndə bu 12-yə qədərdir, başqa yoxdur. Var, gətirirəm. Rəndəni emal olunan səthin üzərinə qoyur və irəli itələyirlər. Yonmanın əvvəlində qəlibin ön hissəsini, sonunda isə arxa hissəsini sıxırlar. Ay, sağ ol. Yəni burada variant deməsəm olar. Burğu vasitəsi ilə bütöv materialda silindirik deşiyin açılması burğulamadır. Ay, sağ ol. Şəkildəki burğuların növləri birinci spiralvari, ikinci mərkəzvari, spiralvari, mərkəzvari, şinəkvari, bir də qaşıqvari. Ay, sağ ol. Bizim üçün oxuyur Gülnar. Gətirirəm. 15 oxudu. 15-də müəllimlər. Birinci nə oldu? Birinci spiralvari oldu. İkinci mərkəzvari. Üçüncü şinəkvari. Dördüncü isə qaşıqvari. Gülnar oxuyursan qızım? Gülnar qəhrəmanlı. Bəli, mən oxuyuram. Hansı sualdaydı müəllimə? 16. Aha, 16. Cədvələ əsasən uyğunluğu müəyyən edilir. Yəni doğrudan doğru yanlış. Burğu ilə oval deşikləri asan və olduqca dəqiq burğulayırıq. Bu oval deyil idi, burada dairəvi idi. Asan. Ona görə bu yanlışdır. Deşiklər iki və ya bir tərəf açıq olur, bu doğrudur. İki tərəfə açıq deşiklərin burğulanması zamanı burğulamanın sonunda burğu deşikdən çıxardanda oduncağın sınıb qopmaması üçün dayağa təzyiqi azaldılır. Bəli. Doğrudur. Burğunun quyruqda etibarı bərkidildiyinə əmin olun. Bu da əslində təhlükəsizdə deyəsən var idi. Bu da doğrudur. Burğunu quyruqda bərkidirdik? Yox. Burğunun quyruq hissəsi patrona bərkidildi. Bu yanlışdır. Hə, bu yanlışdır. Deməli, neçə oldu müəllimə? Bilmədim neçə oldu. Nəsə. Yəni 4, 2-4. Hə, 2-4. Hansı burğular 3 hissədən ibarətdir? 3 hissədən ibarət olanlar? Sual xarqat. Hansılar 3 hissədə? Müəllimə, bu şinəkvari ilə mərkəzvaridir. Ay, sağ ol. Sonra burğuların ən geniş yayılan hansıdır? Bu spiralvaridir. 19. En kəsikdə hansı formalı deşiklər açmaq olar? Biri aid deyil. Bu dairəvi oval 3 bucaqlı. Oval, kvadrat, düzbucaqlı, dairəvi, üçbucaqlı. Bəli, üçbucaqlı isə verilməmişdi. 6 bucaqlı var idi orada olsa, yəni doğru var. Burğu necə hərəkət edir? Yuxarıdan aşağıya doğru fırlanaraq yonqarı çıxarır. Elə avazlıdır. Bizim üçün oxuyur Günel Bəbirova. Deyir, burğunun milli nə üçündür Günel? Sualı mən oxudum, cavabı bu tərəfdədir. Burğunun milində nə qeyd olunur? Günel Bəbirova, işdirsən? Bəli, müəllimə, görsənmir məndə. Niyə? Görünmədi? Burğunun sual o tərəfdə qalıb. Mən oxuyuram sənin üçün. Müəllimində açıldı. Bir dəqiqə uzaqlaşdırım. Sən uzaqlaş. Neçənci sualdır müəllimə? Bu 21-də sual o tərəfdədir. Deyir, burğunun milində nə qeyd olunur? Hə, onun diametri millimetrlər. Ay, sağ ol. Sonra
şey qoyun gəlsin. Mən doğru variantı tapın. Burğu ilə hansı deşikləri asan və dəqiq vurğulayırlar? Adətən en kəsikdəki deşiklər necə olur? En kəsikdəki deşiklər Müəllimə, hamısı olur da burada. Xeyr, en kəsikdə olan... Altı bucaqlı olmur, müəllimə, altı bucaqlı olmur. Yox, altı bucaqlı olur. Görmürəm ki, Kvadrat gülərmə. olur, oval olur, dairəvi olur, düz bucaqlı olur da müəllimə. En kəsikdə dairəvidir. Ən geniş yayılan. Deyir, görmürsənmi yuxarıda nə deyir? Deyir ki, bax nə deyir Günel? Deyir ki, hansı deşiklər asan və dəqiq vurğulanır? En kəsikdəki deşiklər adətən necə olur? Dairəvi olur. Dairəvi, mən elə biləm deyir ki, hansılar var. Günel, qrupda müəllim çoxdur deyə elə bilirsən qaçasan, gözün çıxardır, amma düzəməlli oxu. Müəllimə. Şəkildə nəyin təsviri verilmişdir? Bu şeydir, mexaniki əldrelinin. Ay, sol bəli, tutma dəstəyi var, düzdür. Hansı deşiklər hansı deşiklər detal boyu deyilir? Detal boyu deşilir. Detal boyu iki tərəfi açıq deşiklərdir. Aha. Bu tərəfi daha yaxşı. Detal boyu deşilir, müəyyən dərinlikdə açılır, dairəvi olur. Detal boyu müəllimə iki tərəfi açıq deşiklər, bir tərəfi açıq deşiklər müəyyən dərinlikdə olur, dairəvi olur, İndicə oxuduğun. Necə müəllimə? İndicə oxuduğun en kəsikdəki. En kəsikdəki deşiklər. Ay, sağ ol. Günel Pənahzadə oxusun. Günel Pənahzadə. Mən oxudum. Mən oxudum. Sən, qoy görüm kimdir? Mən. Günlar doğdu. Gülya. Gülya, sən sual-cavabda iştirak eləmisən, hə? Bəli, Onlar müəllimə. çıxın. Onda Hicran oxusun bizim üçün. Hicran, son olaraq da sən oxu qızım. 26-dan oxuyuram da müəllim. Aha, bəli. Burğunun işlək hissəsində nə olur? İki əsas və spiralvari kəsəntili olur. B variantı. Əl drelini mexaniki əl drelinə fərqləndirən onun tutma dəstəyinin olmasıdır. Mexaniki əl drelində tutma dəstəyi var. Bu da C variantı. Burğunun quyruq hissəsi nə üçündür? Quyruq hissəsi patronu əl drelinin patronu təmizləməsi. Patronu bəslənməsi üçün də A variantı. İndi B-yə də bax gör hələ. Mexaniki əl drelinin onda ikisi də aynən bir. Hər iki dreldə quyruq patrona bəslənməsi üçündür. Ay, sağ ol. Mexaniki dreldə fırlamanı dəstəkdən patrona ötürən dişli mexanizm var. Dişli mexanizm var, C variantı. Oduncaqdan hazırlanan mamulatın detalları nə vasitəsilə birləşdirilir? Mismarla, bu o bir dəstədir. Mismarla birləşdirilir, şurupla birləşdirilir, yapışqanla da pərçim yox idi bir dənə. Ay, sağ ol. Burada qoy görüm var. 35-ə kimi oxuya bilərik. Görüm səndən sonra kim gəlir. Yox, indi oxuyur, biz oxuyuruq. Xanım. Xanım, oxu qızım. Bəli, müəllimə. 35-dən 31-də. Şəkildə deyir nəyin təsviri verilmişdi. Bir dəqiqə. Bu dəqiqə müəllimə tapım. Şəkildə nəyin təsviri verilmişdi? Deməli, burada burğu ilə şurupun başlarının asılmasında mismarın əyilməsi. Bir dəqiqə müəllimə. O biri dərsdə oxumamısan ona görə. İstən 32-yə keç, onu səhər deyərsiz. Bu dərsdə çatmadı. 32 oxu, 32-ni oxu. Burğulamadan əvvəl pəstahın səthində hansı əməliyyatlar aparılır? Nişanlama. Ay, sağ ol. Burğulamadan əvvəl pəstahın səthində açılacaq deşik. Müəllimə, biraz qaldırın da görünmür. Qaldırdım, baxın. Burğulamadan əvvəl pəstahın səthində açılacaq deşiyi nişanlayırlar. Karandaş və bizlə. Ay, sağ ol. Yenidirin görüşmə. 2 dəqiqə, 34. Aha. Pəstahın səthində burğulama prosesinin ardıcıllığını müəyyən edin. Deməli, sol əlin ovucu ilə drelin dayağını sıxırlar.
Burada pestalın səthində açılacaq deşiyi mərkəzi nişanlanır. Daha sonra direlin burğusunun pestalın səthinə qeyd olunmuş nöqtəyə düz bucaq altında qoyulur. 3, 2, deməli, sonra sol əlin ovucu ilə direlin dayağına sıxılır. Sağ əllə dəstəyin saat əqrəbə istiqamətinə fırladılır. C variantı. Ay, sağ ol. Bəli. 35-i də oxu. Vurğulama zamanı sağ əl ilə direlin dəstəyin hansı istiqamətdə fırladırlar? Saat əqrəbə istiqamətinə. Ay, sağ ol. Bəli. Aha, bir dənə müəllimlər paylaşımı dayandırım. Müəllimlər, testlərdə başa düşmədiyiniz neysə qaranlıq qalmadı. Qəşəng testlər idi, maraqlı testlər idi. Həmsə müəllimlər, bəlkə bir 10 dəqiqədə tələsməyək. Dünənki keçdiklərimizdə bir ümumi təkrar eləyək, hə? Ümumi bir dənə təkrar eləyək. Bir dənə də keçdiklərimizi. Məncə də bugün çox gözəl keçdi. Bu hansı kitab, bu hansı testlər idi, hansı kimin testləri idi? Müəllimə, mən bu sualı vermək istəyirəm. Elə biləm ki, səhv etmirəmsə, Ayşən müəllimənin testidir. Ayşən müəllimə bunun mənə PDF-sini göndərib ki, uşaqlara işlədim, yəni sizlərə işlədim. İstəyən, mən qrupda demişdim uşaqlara ki, alsınlar. Çox müəllimimiz alıb, sizə də demişdim müəllimə. Çünki həqiqətən xoşum gəlir bu kitabdan. Müəllimə, bu Fərədov Ayşəndir, Sayra Ayşəndir var qurumda. Xeyr, mənim tanıdığım Əfəndiyev Ayşəndir. Hə, 2 Ayşən var. Müəllimə, bir dəqiqə sualım var idi. Aha, buyurun. Evə 5 dənə mövzu verirsiniz, mən bir də çıxa bilərəm. Sual edərsiniz. 5 mövzu olur da evə. Qutarmayın, təkrar eləyirik. Müəllimlər, 5 dənə mövzu verəcəm. Bəli, amma qutarmayın, Kumar. İstəyən bu təkrarda da qal sonra. Müəllimlər, hamı səsi bağlayır. Mən deyirəm, 1 dəqiqə vaxt verirəm, yazırsınız. Mən deyəndə göndərirsiniz. 5 dəqiqə çox vaxtınızı almayacağım. 5 dəqiqədə ona vaxtımız geçsin, sonra sağollaşaq. Hamı səsi bağlasın. Mən yaza bilmirəm, axı mən nəfər. Yaza bilməyənlər yerində desin də. Yəni, Sevinç müəllimə, yerinizdə deyin. Yəni, səsi açıb deməyin də. Onsuz da sizin üçündür. Əsas odur ki, biləsiniz. Yaza bilməyənlər də yerində desin. Təkrardan deməli belə bir sual verirəm. Sakitcənə, hamı qulaq asır. Kayıt yerinə Zeynəb, o həmişəki mesaj göndərmirik o yerə. Mən yazıb göndərməyin, mən deyəndə göndərin. Girin mesaj yerinə. Deyirəm ki, bu furnitur metal və plastik kütlədən hazırlanır. Bu furniturun bərkidilmə qaydası. Yazmayın. Müəllimlər, dedim deyəndə göndərin də. Yazın, gözləyin. Bu furniturun özdə birləşmə bərkidilmə qaydasını deyirəm. Yazın, mən deyəndə göndərərsə, elə göndərməyin. Yazın, göndərməyin, mən deyəndə göndərin. Deyirəm, plastikdən və metaldan olur. Özdə səhv yazırsınız. Bu furniturun bərkidilmə qaydası. Heç nə olmaz. Müəllimlər, yazın, göndərməyin, mən deyəndə göndərin. Heç kim cavabı görməsin də. Məqsəd odur, ona görə deyirəm göndərməyin. Yazın, mən deyəndə göndərin. Təranə yazıb ki, milləti şikalatın yan tərəfinə bərkidirlər. Göndərin, müəllimlər. Ay, sağ ol, bəli. Bu rəf saxlayıcılardır, bəli, düzdür. Bir tərəfi bağlı deşiklərə quraşdırılır. Bəs yaxşı, rəf saxlayıcılar da dedik nədən olur? Plastikdən olur, metaldan olur, üfüqi rəflərin bərkidilməsinə xidmət edir. Deyin ki, mənə görə də, məşallah, mənim uşaqlarıma baxda necə fərasətdirlər, hamısı yazır. Deyirəm ki, tərəflər arasında nisbət nəzərə alınmaqla məmulatın material və ölçüləri göstərməklə əl ilə yerinə yetirilir. Yazın, mən deyəndə göndərin. Göndərin. Eskiz yazanların gözünü oyacam. Həqiqətən Səid, gözün çıxsın, Səid. Rübabə müəllimə, bax, sizin də gözünüz çıxacaq. Təranə, gözün çıxsın, Təranə. Eskiz nədir, Təranə?
Tərəflər arasında deyirəm. Texniki təsvir. Bəli. Səsinizdə o getdi. Elə texniki belə bir qısa deyir ayrıntı itdi eləmi? Tərəflər arasında Müəllimə, başqa Rübabə müəllimə də var. Mən yanvar qrupuyam, yaza da bilmirəm. Yəni mən deyil. Başqa müəlliməmiz də var. Deməli, heç nə olmaz. Tərəflər arasında nisbət nəzərə alınmaqla. Mən təranə düz yazmışdım. Yo, başqa təranəm də var. Təranəm başqa var. Qəniyeva təranə. Aha, deməli, eləmi Günel. Tərəflər arasında nisbət nəzərə alınmaqla məmulatın materialı və ölçüləri göstərmələ deyirsə, bu texniki təsvirdir. Aha, növbəti sualım gəlir. Xətlərin növlərini yazın. Yazın, hələ göndərməyin. Müəllimə, bir qocalarını inəsin, bəs bu yaza bilməyən. Yerinizdən deyin, müəllimə sizdə. Siz də yerinizdən deyin. Göndərməyin, daim müəllimlər, yazın, göndərməyin. Ay Allah, yazın, göndərməyin. Yazın, mən deyəndə göndərin də, o biri müəllimlər görməsin. Xətlərin növləri Gülmür əzizim, xətlərin növləri. Deyirəm, göndərməyin, yenə göndərirlər. Ay müəllimə, alt-alta yazmaq istəyirəm. İstər-istəməz o dəyəndə yəqin onlarda da elədir. Aşağı düşmür də, cavab gəlir. Elə də, bilsən nə qədər? Bəli, məndə deyil. Bəli, məndə deyil oldu. Deyirəm, axı, bu xumardır, həmişə məsuliyyətlidir, nə deyirəm, eşidir, azadədir. Bunlar niyə göndərirlər? Yaxşı, göndərin gəlsin. Da ürəyimiz partladı, göndərin gəlsin. Mən siz nəyə görə deyirəm, yazın, göndərməyin? Deyirəm, qoy bilməyənlər də bilsin. Sizin cavabdan uğramasınlar. Ona görə, yoxsa nəyə görə deyirəm? Müəllimə, o testlərdən şərəf 4 götürməliyik, 5 götürməliyik. Günay müəllimə, siz səsinizə qulaq asın, siz 5-də deyil. Ancaq ondan sonra demişsiniz 4-dür. Ancaq səsinizə bir də 5 demişsiniz. Səsdə çaşıb demişəm. Səsdə ola bilər, çaşıb demişəm. Yox, 4 dənədir, 4 dənə. Hə, bilirəm, Günay mən 4-dür, səsinizə qulaq asın. Necə təranə? Müəllimlərin yarısı xərclər başa düşüb. Dəyişən xərclər gördüm elə birinci. İndi izah eləyirəm. Müəllimlər, deməli, xətlərin növləri hansılardır? Bu imtahana düşən sualdır. Dəfələrlə özdə, dəfələrlə. Deməli, xətlərin 4 növü var. Detalın konturu bütöv əsas. Çıxarılan və ölçü göstərən bütöv nazik. Dəliyin görünməyən konturu ştrix nöqtəli və simmetri oxu. Dəliyin görünməyən konturu ştrixli, simmetri oxu ştrix nöqtəli. Aha, yaxşı, bəs siz mənə deyin, görüm. Detalın ön, üst, sol görünüşü verilir. Yazın, göndərməyin amma. Mən deyəndə göndərin. Detalın üst, ön. Yaza bilmirəm, amma bilirəm. Olsun, özünüz yerinizdən deyin də. Yəni, yenə deyirəm, bu sizin üçündür. Hə, ay sağ ol. Yəni, kim bilmir yerindən desin. Ülkər müəllimənin ürəyi durmadı, qayıtdı, gəldi. Ay sağ ol. Göndərin gəlsin. Düzdür, aferin. Ay mənə də göndəriblər, nəyin göndərək. Gördüm elədir, ona görə dedim də göndərin gəlsin. Bəs yaxşı. Diqqətlə qulaq asın, bir də təkrar eləməyəcəm. Deyirəm ki, diqqətlə qulaq asın. Dərhal yazmağa keçməyin, sualı təkrarlamayacağam. Məmulatın adı, detalın adı, miqyası və forması göstərilir. Səhvi tapın. Ay müəllimə, kimsə yazıb dairə hörümçək qurusu, onlar nəyə aiddirlər? O birinə aiddir. Müəllimə, onlar görünüşüdür. Öndən, üstdən, soldan görünüşü necə ayırd eləmək üçündür. Qısa yol. Bəli, onlar onu yazıblar. Aha, yazın görək. Ay, sağ ol, aferin sizə, zəhir kimidir mənim uşaqlarım, aferin. Müəllimə, siz deyin göndərin, onlar göndərməyəcək, əksin eləyirlər. Hə, elədir, vallahi elədir mənim uşaqlarım. Deməli, bəziləri spesifikasiya yazıb. Spesifikasiya yazanların gözünü çıxardacam. Mən demədim söhbət nədən gedir. Dedim, burada səhvi tapın. Burada səhv nə idi? Burada səhv
Forması idi. Forma yoxdur spesifikasiyada müəllimlər. Deməli spesifikasiya nə idi? Cədvəl idi. Məmulatın adı, detalın adı, miqyası, materialı verilirdi. Forması yox idi. Forma hardaydı yazın görüm. Dedim axı diqqətlə qulaq asın. Aha, ay sağ ol. Ay, mənimlər səsləri bağlayaq xahiş edirəm. Nicəl məmmə siz də bağlayın zəhmət olmasa. Ay müəllimə, biri yazıb ki, mən oynamıram vəbşə. Hamı tez yazır. Mən də qoşuluram ona, oynamıram. Yox, все, indən sonra kim yazdı, onu qoymayacağam yazmağa. Qadağa qoyacağam yazmağını. Ondan sonra yazmağı qadağa qoyacağam. Yaxşı, indi keçək növbəti sualımıza uşaqlar. Hə, diqqətlə qulaq asın, yenə maraqlı bir sual gəlir. Deyirəm ki, bax göndərəni bir də qoymayacağam yazmağa. Xəbəriniz olsun. Uşaq kimi istədiniz, maraqlı da, mənim də xoşum gəlir. Deyirəm ki, reismus, bucaqlıq və xarrat günyəsinin Venn diaqramından istifadə edərək oxşar hissəsini müəyyən edin. Kim tez göndərsə qoymayacağam yazmağa. Mən deyəndə göndərin, yazın, mən deyəndə göndərin. Hə, oxşar hissəsini görməlim. Gördüm, buradan dodağınızı oxudum. Zəhmət olmasa sualı bir də deyərdim. Bucaqlığın, reismusun, xarrat günyəsinin oxşar hissəsini müəyyən edin. Göndərin gəlsin. O paz yazan kimi idi. O paz yazan kimi idi, öldürəcəm onu. Səyid. Səyid. Kimlər özdə səni satdı Səyid. Kimlər özdə səni satdı hələ bax. Qoy görüm buradakı uşaqlarım nə yazıb. Ay sağ ol. Düzdür. Düzdür müəllimlər. Ürəyi nədir Leyla müəllimə? Ürək nədir? Leyla müəllimə. Ürək yazıb ay müəllimlər. Qəlb sözünə uyğun yazıb da qəlb sözünə. Allah sizi güldürsün. Yaxşı deyir ürəyim. Bəli. Hər üçünün deməli qəlbi var. Ay sağ ol. Yaxşı. İndi müəllimlər bir dənə də sual verin. Bir dənə də sual hardan gəlsin? Mən deyirəm ki, pəsta, keyfiyyətli pəsta hansı prosesdən sonra seçilir? Yazın, göndərməyin. Keyfiyyətli pəsta hansı prosesdən sonra seçilir? Yazmayın. Göndərməyin hələ. Yazın, göndərməyin. Salatın gözünü çıxardacağım. Dünən 50 dəfə müzakirə elədik burada. Keyfiyyətli pəsta nə zaman seçilir? Göndərin gəlsin. Ay sağ ol. Ay sağ ol. Bəli. Aferin sizə. Düzdür. Düzdür müəllimlər. Texniki sənədləşmədən sonra hələ o kəşf eləməmişik. O nədir? Hə, layihələndirmə. Hə, texniki sənədləşmə və texniki layihələndirilmədən sonra. Yaxşı. Növbəti sualım nə olsun sizə müəllimlər? Bu olsun ki, hə, dünən bu sual yadımdan çıxmışdı. Mən də belə eləyəcəm indi belə. Can, yaz. Ən yaxşı tapdım. Can, ən gözəl yaz. Nə olsun müəllimlər? Özünüz üçün siz də deyin. Əsas bilin. Mən öyrətdim. Bax, tez yazın göstərdim. Ay, sağ ol. Əla. Kreativ. Hara yatırsınız? 6 dəqiqədə sual verirəm, fisyo. Ay balam, cəmaət deyir ki, müəllimə biraz da dərs keçsin. Mənimkilər də ağlaşır, vallahi. Son 6 dəqiqə. Son 6 dəqiqə fisyo. Deyirəm ki, uc və qəlibdən ibarətdir. Taxtadan və metaldan hazırlanır. Yazın, amma göndərməyin. Mənim də uşaqlarım var təxminə. Mənim də var 2 dənə. Ay, sağ ol. Göndərin görək. Ay, sağ ol. Bəli.
Bəli uşaqlar, bu bucaqlıqdır. Müəllimlər, hər dəfə belə təkrar edək ki, daha yaxşı ağlaşırsınız. Da mənim sizə sözüm yoxdur. Ağlaşırsınız. Müəllimə, balaca oğlum deyir ki, sən də dinən ki, mənim bir dənə uşağım var. Eləmi can? Allah saxlasın. Allah saxlasın. Aha, müəllimlər, hər dəfə belə eləyəcəm. Sonda yarım saatımızı, 20 dəqiqəmizi belə möhkəmləndirməyə verəcəm ki, oxuduqlarımız yadımızdan çıxmasın. Sinfinizi boş buraxmaq olmaz. Bəyəndiyinizə sevindim. Məncə bugün hər kəsin ürəyincə oldu, hə müəllimlər? Əlavə səs